Gəlin bugün sizə Keçərli Son Gecəsi əsərindən izah edeyim. Baxaq görək burada nədən söhbət gedir. Keçən ilin son gecəsi. Deməli, burada bizə lazım olacaq əsas obrazlar hansılardır? Ana obraz olaraq Həmidə xala, yəni Həmidə. Onun yoldaşı da var, Qəzənfər. Sadəcə biz onun surətini görmürük, ancaq o da obrazlardandır, amma əsas obraz deyil. Həmidə, daha sonra Rüstəm, böyük oğlu Rüstəm, kiçik qızı Dilarə, ortancıl oğlu Tofiq, ən böyük qızı da Gülarə. Deməli, hadisələr bunların ətrafında baş verir. Birinci necə olur? Deməli, gördüyünüz bu obrazlarda nələr baş verir? İlk öncə deyək ki, belə baş verir əslində hadisələr. Həmidə və Səkinənin qonşusu, yəni onlar bir-birindən söhbət edirlər. Gəlin bunu obrazları bildiyimizə görə bunu silək və daha ətraflı şəkildə davam edək. Deməli, Həmidə və qonşusu Səkinə xala nədən söhbət edirlər? Bəs yeni il gecəsi hadisələr baş verir. Həmin ərəfə, yəni 31 dekabr Dünya Azərbaycanların Həmrəylik günü kimi də yadda saxlamaq olar. Deməli, belə deyək. Hadisələr deməli Həmidə ilə Səkinənin arasında baş verir. Səkinə bayram vaxtını, yəni oğlu, daha doğrusu oğlu deyirəm, Farizgildə yəni keçirəcəyini deyir. Farizgildə keçirəcək. Həmidə də yəni belə deyək, Həmidəni də dəvət eləyir. Həmidə də övladlarla yeni ili keçirəcəyini deyir. Bunu yadda saxlayırıq. Həmidə övladları ilə yeni ili keçirəcək, övladları ilə. Səkinə isə nə demişdi? Səkinə isə dedi ki, Farizgildə keçirəcək. Səkinə, Farizgil. Aha, bunu qeyd eləyək. Daha sonra nə baş verir? Deməli, bunun ortancıl oğlu, yəni Həmidənin ortancıl oğlu, qabaq qeyd etdiyim Tofiq obrazı. Tofiq, deməli, iki dostu var idi Tofiqin. Şamillə Çingiz. Deməli, Şamil və Çingiz. Buraya yazaq. Şamil və Çingiz. Çingiz. Onlarla bir yerdə yeni ili keçirəcəyini deyir. Çingizdə də 2 kaset var idi. Deməli, mahnı qoyurlar, bunlar oynayırlar. Tofiq gildə amma 3 kaset var idi. Tofiq kasetdə nə olduğunu amma bilmirdi. Birini qoşur, Bülbülün Sənsiz mahnısı oxunur. Həmidə isə tez onun əlindən alır. Və Rüstəm, yəni böyük oğlu, Tofiqin səs-küyünü eşidir, əsəbləşir və deyir ki, mən özümü yaxşı, yəni pis hiss edirəm də, yaxşı hiss eləyə bilmirəm. Qoyun mən yatacam deyir. Və o da deməli o ərəfədə Tofiq deməli belə deyək, Rüstəm nişanlısından küsmüşdü. Qoy bunu pozaq daha aydın şəkildə davam edək. Deməli, nişanlısından küstüyünə görə yeni ili öz anası ilə bərabər qeyd eləmək istəyir. Amma Həmidə xala biz sonra görəcəyik ki, o deyir ki, yəni yox, nişanlından küsmüsən, onun könlünü al, yəni onunla birlikdə yeni ili keçir. Nəysə, yəni Rüstəm sonunda o təbii ki, belə deyək, nişanlısı ilə yeni ili keçirəcək. İndi söhbəti biraz daha ətraflı şəkildə deyək, necə olur. Deməli, Səkinə xala Həmidənin deməli yanına gəlir. Deyir ki, o gün olsun, yəni sənin övladlarına toy eləyəsən. Həmidə də başlayır öz xatirələrindən danışır. Deyir ki, yəni cəmi biz bir dəfə bayramı öz evimizdə yox, vaqonda qarşılamışıq. O da 52-ci ildə. Bunu yadda saxlayaq, 52-ci ildə. Deməli o vaxtı qarşılayıblar. Daha sonra qadınların söhbətindən biz belə deyək, bizə məlum olur ki, 11 ildə əslində Qəzənfər ölmüşdü. Qəzənfər yəni yoldaşı, Həmidənin qabaq adını çəkdiyim yoldaşı, baş obraz deyil, ancaq adını yəni biz onu eşidirik. Özü iştirak etməsə də. Həmidənin də gəncliyindən yaxşı səsi olduğunu biz görürük. Qonşusu Səkinə xala deyir ki, bəs Dilarə də elə sizə bənzəyib. Dilarə yəni kiçik qızı musiqi təhsili almışdı. Daha sonra deməli nə görürük? Orada Üzeyir bəyin adı çəkilir. Üzeyir bəy də Qəzənfəri yanına çağırıb demişdi ki, bəs sənin yoldaşının çox gözəl səsi var, həvəsi də var musiqiyə. Amma Həmidə xala imtina eləyir. Ona görə ki, onun 4 övladı var idi. Və övladına həyatını həsr elədiyinə görə musiqini davam etdirmək istəmir.
Daha sonra bunu yəni Həmidənin öz dilindən biz görürük. Həmidə xanım özü deyir bunu. Hətta heyfsəndiyini də görürük. Daha sonra Tofiq Rüstəmin evdə belə deyək, yenilik qeyd ediləcəyini eşidir və bilir ki, yəni bunlar rahat şəkildə evdə əylənə bilməyəcəklər. Ona görə də gedir başqa dostları ilə yenilik keçirməyə. Və ikinci pərdədə Gülarə gəlir. Gülarə də onun böyük qızı idi. Burada qeyd eləyək, Gülarə böyük qızı idi. Və deməli Gülarə gəlir. Daha sonra onun əri Süleyman idi. Sultan Süleyman kimi də yada saxlamaq olar hətta. Deməli Süleyman isə biz onun çox da yaxşı bir obraz olaraq görmürük. Ona görə ki, onun 5 yaşında Vaqif adında övladı var, nəvəsidir. Yəni Həmidənin Vaqif adında nəvəsi var. Bunu biraz pozum, indi deyirəm. Aha, deməli bunun Vaqif adında nəvəsi var. Vaqif nəvəsi. Süleyman da atasıdır, Gülarə də anası. Qabaq dediyimə görə qeyd eləmirəm burada. Daha sonra deməli Gülarə biraz anasına görə narahat olur. Çünki uşaq, yəni nəvəsi çox kiçik yaşdaydı. Biraz ağlayır, eləyir. Amma gedəsi yerləri var idi Gülarəgilin. Ona görə də tələsirlər. Və axırda deməli Həmidə xala deyir ki, siz gedin, mən Vaqifə bəs özüm baxacam. Siz hara getmək istəyirsinizsə gedə bilərsiniz. Yeni il, yəni Həmidə xala məhz Vaqif nəvəsi ilə keçirmiş olur yeni il gecəsini. Bura qədər hələ ki aydındırsa davam edək. Deməli, hətta biz orada Gülarə ilə Süleyman arasında biraz atışma olduğunu görürük. Belə deyək, Süleyman yəni deyir ki, öz anamın yanında qalsaydı daha yaxşı olardı. Sənin ananın yanında qaldığına görə bu cür yəni uşaq narahatdır. Və Gülarə də belə deyək, bu sözlər ona təsir eləyir və əlindəki belə deyək meyvələr tökürür. Belə deyək, anasına bunu deyəndən sonra bu hissəsi əslində yoxdur əsərdə, amma bunu qeyd edeyim ki, yəni Gülarə anasına bunu deyəndə arvadın əlindəki meyvələr tökülmüş olur. Yəni özünü itirmir, yenə də gülümsəyir. Daha sonra Həmidə deməli Rüstəmə deyir ki, get sən nişanlınla barış. Rüstəm də barışıb qızla görüşməyə gedir. Ondan sonra eynəkli kişi gəlir, Poçtalyon Bəşir deyirlər ona. O Qəzənfərin belə deyək, şəhərdi idi. Yəni yaxından tanışlığı var idi onunla. Şəhid o vaxt əslində şagird deməkdir, amma belə biz bu cür görürük, hələ ki onu şagird kimi təsvir eləməyibdi əsərdə. Yəni şəhərdi deməli məktub gətirir, Fərmandan bir məktub gəlir. Bu deməli məktubda Həştərxandan teleqraf vurulmuşdu, oradan gəlir. Həmidə deməli eynəkli kişiyə çay təklif eləyir. Sonra eynəkli kişi övladlarının vəfasızlığından danışır, deyir, ağıllıdırsa çıxıb gedəcək, səni saymayacaq. Əgər ağılsızsa ya pis işləri qurşanacaq. Yəni övladdan bir xeyir gəlmir adama, bunu deyir qısacası. Amma Həmidə xala isə deyir ki, yox, sən yəqin ki övladlarını yaxşı yetişdirməmsən, mənim övladlarım elə deyil. Amma eynəkli kişi deyir ki, əgər elə idisə sənin 4 övladından niyə biri bəs sənin yanında qalmırdı? Sonunda isə Həmidə xala özü sənsiz olan lentə qulaq asır. Yəni yoldaşından qalan lenti açır. Halbuki o vaxta kimi heç bir övladına icazə vermirdi ki, yəni bunu açsın, dinləsin. Deyirdi ki, o yadigardır. Axırı özü deməli açır. Axırda biz görürük ki, orada Qəzənfər kişinin, yəni orada nəsihətlərini görürük. Orada deyir ki, bəs onsuz da yəni bu balalar hamısı böyüyüb çıxıb gedəcək. Buna görə sən pişef olma Həmidə. Yəni onlar da yuvalarından uçub gedəcəklər. Necə ki biz öz ailə həyatımızı quranda necə yəni ailə həyatı qurduq, öz belə deyək də atamızdan, anamızdan qalan mirası daşıdıqsa, onlar da o cür şəkildə daşıyacaqlar. Ona görə sən heç vaxt heyfslənmə. Yəni bil ki, övladdır. Onlar hamısı uçub gedəcəklər. Bunu deyir. Daha sonra Vaqif deməli yuxudan oyanır. Yəni sonda Vaqif nəvəsi yuxudan oyanmış olur. Və sonunda isə əsər bitir. Məncə izah eləyə bildik bu mövzunu. Aydın olmayan, nəsə bir qaranlıq qalan bir şey varsa şəxsiyə yaza bilərsiniz. Oldu. Təşəkkürlər.